Əsasən Rusiyaya məxsus 200-ə yaxın yük maşını yanvarın 5-dən Astara gömrük nəzarət zonasının yük terminalında qalıb. İrandan Rusiyaya gedən maşınların yükləri sürücülərin dediyinə görə kənd təsərrüfatı məhsullarıdır. Gömrük yükləri tam yoxlamadan keçirmək istəyir, sürücülər isə razı olmurlar. Onlar iddia edirlər ki, bu yoxlamalar qaydalara uyğun aparılmır. İrandan Rusiyaya xiyar daşıyıram. Dünəndən burada ilişib qalmışam. Elə sürücülər var ayın 4-dən buradadılar. Buraxmırlar. Terminalda gözləyir. Göyərti aparıram. İrandan Çelebinskə. Bütün maşını yoxlamaq istəyirlərsə buyursunlar. Amma bunun üçün uyğun temperaturu olan soyuducu versinlər. Məndə maşında göyərti -7 dərəcədə saxlanır. 450 qutunu yerə töküb yoxlamaq istəyirlər. Buna bir gün vaxt gedəcək. Temperatur da burada 15 dərəcədir. Mənim bütün göyərtim xarab olacaq. Sonra mən onu hara aparım? Bəzi sürücülər isə bildiriblər ki, onlardan qanunsuz olaraq haqq yığılır. Amma terminalın rəsmisi maşınların yoxlamasının qanuni olduğunu deyir. Gömrük komitəsindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı.